utanmaram heç yerə bu dəqiqə. Hə, Tural bəy, hə, bəli. Nə bilim, Türkiyə getmək istirdim, gördüm orada da zəlzələ. Qorxdum, mən zəlzələdən çox qorxanam. Moskvanın bir şeyi var ki, burada ömründə zəlzələ olmayıb. Araşdırmışam. Bir də indi hələ ki, özünüz görürsünüz, may aydı. Bir dənə toy yoxdur. İndi Azərbaycanda müğənnilər Türkün sözü özü oxuyur, özü oynayır. Hamı bir özünə ad günü edirlər. Ancaq bir-birinin ad gününə yığışıb gedirlər. Hamısını təbrik edirəm. Oradan da videolar qoyurlar. Arada da show proqram. İndi may ayında bir-iki dənə zat toy ola bilər olsun. O da gündəmdə kim varsa onlardadır. Burada da mən birinciyəm də orada. Yox, indi Türkiyədə zəlzələ yoxdur. Ümumiyyətlə, Türkiyə seismik zonadır. Çünki 5 dəniz var. O boyda dəniz olan, həm də ümumiyyətlə dənizdən də getmir söhbət. Dənizə qalsa Rusiyada da dənizlər çoxdur. Amma ümumiyyətlə Moskvanın yerləşməsi elə bir geocoğrafi məkanda yerləşib ki, burada zəlzələ tarixən olmayıb. Çox sağ olun, öpürəm sizi. Biz Antalyadayıq deyir. Hə, həmişə gözəl istirahətlərdə Antalyada 50-yə yaxın dəfə orada istirahət eləmişik. Gözəl yerlərdir. Yay vaxtı, yayda inşallah biz də istirahət eləyərik. Belə. Məhkəmə verəndə nə olur ki, söz arası? Fatimə ilə Nazilənin də olub da məhkəmə, o günləri bitdi. Hələ bilməm, bəlkə də bitməyib. Mənim özümün neçə məhkəməm olub. Məhkəmə insan üçündür də. Məhkəmə qeyri-adına adam öldürməmişik bir şey. 2 arvadın davasıdır. Yəni bundan ötürü adamı zad da tutmurlar. O da mənim konstitusiyon hüququmdur ki, mən başqa ölkədə yaşadığım üçün yəni gedə bilməmə imkanımdan istifadə edib gedə bilən zamana ertəliyim. Belə, yəni hələ ki bir 15 il üzürlü səbəbdən buradayam. Həm üzürlü, həm yaxşı səbəbdən buradayam. 15 il toylarınızda mənim. Onlar o sözləri, paraşaları buraxırdılar ki, o söz söhbəti. Buradakı Azərbaycanlılar fikirləşdilər, ay birdən toya çağırarıq, gəlib çıxmaz. Onlar da gördülər hamısı ki, bu mənə qarşı qurulan oyunlardır. Bunun da başında ağzı ər göz çaş dayanır, heç kim deyil. Yəni, onu da işi gücü odur da, yəni boş söhbətdir. Yəni, heç bir doğanın xəbəri yoxdur. Hamısını ağzı ər göz çaş eləyir. Onun da elə gəlib, elə gedəcək. Mən bugün yaxşı şeylərdən danışmaq istəyirdim. Siz soruşdunuz. Azərbaycan toylarında deyirsiniz, necə görək? Canım mən burada qazandığım toyu Azərbaycan toylarında qazana bilsəydim, heç gəlməzdim bura, elə oturardım orada. Mən bura həm bildiniz, siz bilirsiniz də səbəbini. O vaxtı 22-ci ildə, 21-ci ildə ailə qurdum, 22-də köçdüm, yerləşdim. İndi də 4 ildir, 5-ci ilə keçib artıq. Və olduğum yeri də hazırlaşmıram kiməsə verəm, gedəm. Bir də məqsədləri budur ki, mənim başımı orada məhkəmə ilə qatıb, mənim buradakı toylarıma, belə deyim ki, buradakı toylarımdan məni axsatsınlar. Yəni, bu toylara gəlib çıxa bilməyim, başımı orada o işlərlə qatım. Ondan sonra da yəni, toy bazarı əlimdən çıxsın. Ona görə də oturmuşam, toylarımdayam. Evimi, eşiyimi, maşınımı, işimi, gücümü, bir nömrəli toylarımı heç kimə vermə fikrim yoxdur. İstəyirsiniz, bura 100 dəfə yazın. Gəh yazırsınız, gələnmirsən. Gələnmirsən ayrı şeydir, gəlmirsən ayrı şeydir. Mənə sərf eləyəndə, mənə lazımında, toylarım olmayanda gələcəm. Qoca vaxtımda, bir 15 ildən sonra hamınızı Allah Taala gözəl qocaltmaq qismət eləsin hamınıza. Hədə işim gücüm olmayanda neyniyəcəm ki, oturacam Tovuzda. 5-6 toyuq da saxlayacam. Oradan da gedib uğraşacam. Mənim qeydiyyatım Tovuz rayonundadır. Orada indi kim şikayət eləmək istəyirsə şikayət eləyin. Problem yoxdur. Şikayət insan üçündür. Keçən dəfə də şikayət eləmişdilər. Böyük xalq artistimiz, sənətkarımız. Buradan salamlayıram. Nə oldu? Getdim, iştirak elədim. Uddum, gəldim. Udmaq sözünü də deyəndə utanıram açığı. Utana deyirəm. Kaş ki, indi nə bilim, həyatdır da. İndi həyatdır da. Bəlkə bu dəfə heç udmayacam. Bəlkə uduzacam. Ya da bəlkə udacam. Həyatdır, yəni bundan heç kim heç nədən sığortalanmıyor. Udmaq da olar, udum. Yəni burada adam öldürməmişik, adamı tutsunlar. Başqa pis işlər görməmişik. 2 arvaddır, dalaşıb. O sənə, məsələn, mənim quyruğumu tapdalayıblar. Mən cavab verib, özümü müdafiə eləmişəm. Belə məsələlərdir. Bundan ötürü də hələ dünya tarixində adamı tutmayıblar. Narahat olmayın. Mən kiməsə lazım olsam,
danlı moment lazım olsa, mən bir Rus vətəndaşı kimi hüququmdur ki, ola bilər gələcəkdə indi qanuna, vəkilimə deyəcəm, ola bilər qanun icazə verərsə, burada baxılar. Bu da ola bilər. Mən bilmirəm qanunun o hissəsini. Hansı hallarda baxıla bilər. Hələ görürsünüz toylarımla məşğulam. Evim eşiyimlə, işim gücümlə, nə bilim makyajımla, saçım. Burada yazılanlarla deyir. Bəli, İran Rossi. Da, конечно, biyologiya müəllimi oxumusunuz. Bəli, biyologiya, kimya. Fakültə, ixtisas biyologiya. Bəli, yəqin siz yaxından. Burada oxuyanların, burada yazanların deyir, cavab verməyin. Niyə ki, canım? Burada düşmənlərim də var, dostlarım da var. Mənim əslində düşmənim yoxdur. 2 nəfərdir. Onun da bir nəfər düşmənim. O ətrafına komanda yığır ki, mənə qarşı kütləvi şəkildə məsələn şikayətlər hazırlatsın. Biri var, bir adam nə bilim, haralarda yaşayan adamlara pullar verilib, təhqir olunmaqla, bu şeylərlə, o da səbəb nədir? Xəstə. Adam xəstədir. Hatırlayıram deyirsiniz Gəncədə. Mən gəlin sizə belə bir fikir bildirim də. Bir insan ki 11 il orta məktəbdə sinifkom oxuyur, 5 ildə universiteti oxuyur, özümdən danışıram. Deməli, mənim ağlımda, şuurumda, zəkamda, həyat tərzimdə şəffafdır. Düzdürmü? İndi mənə qarşı düşmənçilik eləyən həyat tərzinə baxın da. Məsələn, bunun içində var qız uşağı adı ilə ata evində evli kişidən bic doğan. Mən beləsindən vuruşuram. Və yaxud qardaşları narkotikadan türmədə yatan. Bizdə isə alimdir hamısı. Qardaş alim, bacı alim, oğul alim. Söhbət budur. Vəkilə vəkalətlə sizin əvəzdən iştirak edə bilər məhkəmə. Şako, o şeylərə girməyin. Mən bal ayındayam, 4 ildir. Mən heç vəkilimin işlərinə qarışmıram. Vəkil var orada. Bu deyə gəldi, ağzı əri göz çaşdı, and olsun Allaha. Sunanim var, ağzı əri göz çaşdı, Qurana and olsun. Bax, Qurana and içirəm ha. O onun yazısıdır, iri hərflər. Ay ağzı əri göz çaş, əl çəkmirsən dəsən. Az. 3 il birindən vuruşdun. Bu boy nələr kilo ilə, nələr xəşlədim şeylərə, vəkillərə. Xeyr, nə oldu, sonra nə oldu? Vallahi heç nə olmayacaq. And olsun Qurana, səni pis alladıblar. Bu işlərdə ancaq ortada vəkillər qazanır. Çünki biz necə ki, mollalar hüzür istəyən kimi, müğənnilər də toy istəyən kimi, vəkillər də istəyir ki, ömür boyu belə şeylər olsun. And olsun. Baba, tarana çam da odur. Bax. Düşmənlərinin adını özünə fake profil kimi götürür. Ay oğlan. Tanıdım səni. Ağzı əl göz çaş, 5 profil var. Andır bu yaşında, 70 yaşında belə eləyə şey açır, profil açır. Mən buradan o bir otağa gibi özümə çay süzməyə əyrinirəm. Vecimi almıram, Şako. Vecimi alsam toylarda at oynadaram mı? Yəni bildiniz də, elə şey var susmaqla. Görürsünüz də həyat tərzim. Dünyanın ən böyük ölkəsinin ən böyük şəhərində oturmuşam nömrə 1 toylarda məndə. Sizin sayənizlə. İşimlə göstərim. Haber analiz. Elə mən onunla bağlı danışıram ki, nəyə gəlim, nə səbəb göstər gəlim. Ora gələn kimi buradakı toylarım əlimdən çıxacaq. Yəni, söhbət budur. Axı, mən də bunu zorla, əziyyətlə, min bir əziyyətlə, mən bir nömrəli burada toylar kraliçasıyam. Bir nömrəli. Mənim bu işimi axsatmaq üçün mən oxumaqla cavab verirəm, Şako. Yox, mən ora gəlsəm bu dəqiqə, mənim buradakı yerim boş qalacaq və kimsə yiyələnəcək. Mən yer oturanındır. Niyə yerimi verim ki, istəyirimi? Bu mənim həm vəzifəmdir, həm dolanışığımdır, həm hamısından da bir nömrəli bu işim mənim hər şeyimdir. Siz çox sağ olun deyir, sizi burada görmək istəyir. Siz necə edirsiniz, belə gözəl qalırsınız. Öpürəm sizi. O
Mən belə şeylər mənim vecimə deyil. Əvvəl hədələtdi, banditlərə yığdırır, nə bilim kimlərə yığdırır, anonim nömrələrdən ya da xarici nömrələrdən. Az yekə arvadsan, ay ağzı əyri gözü çaş, bəsdir. Hər dəfə deyirəm bəsdir. Bilirəm də sənsən. Çalış gələcəkdə bunun dünyaya etibarı yoxdur. Elə ona çalışıram. Ona görə oturmuşam burada, işim burada. Keyfim də 150. Samsun 55, no problem, İstanbul'un yağışdan qorxusu yoxdur canım. Bir numaralı toylar kraliçanız oturub 15 il buradadır. Və bayaq dedim axı kimlər mənim məhkəməyə vermək istəyirsə, verin. Hardasa bir 15 ildən sonra 60 yaşa çatanda ola bilər gələrəm dədə yurdumu şenləyərəm, oturaram orada da. Toy olmayanda gəlin gedin. Toyum iş budur ki, toy olmayan ayım yoxdur. May ayıdır, toyları yoxdur, düzdür. 11 toyum var. Bunun da 5'ini oxumuşam, bir 5-6'sı qalıb. Niyə məndə çoxdur? Səbəbini deyim. Həm gözəl toy aparıram, həm canlarım mənim. Məndə həm xına aparıcısıyam, xına oxuyanı, xına aparıcısı, həm toy. Ona görə ikisi birləşir deyə mənim işim ona görə daha çoxdur o birlərə baxanda. Belə. Öldün deyir özün. Tərifləmirəm canım. Görünən kəndə nə bələdçi. Toyda heç nə yeyib içmir. Yox, yeyib içmirəm canım. Mən xoşlamıram heç toyda yeyib içməyi də. Çay da içmirəm. Elə su. Bilirəm, çox sağ olun, bilirəm, siz məni çox istəyirsiniz, ona görə deyirsiniz. Bilirəm, hər cür axmaq adam var. Görürsünüz, bax, indi hardansa ya sigareti gedib, pajarin dayanmadan işləyir. Qanun, burada məsəl üçün belədir ki, nədənsə bütün binalarda şey var, alarm çalır. Bir balaca iyi qoxu gələndə kimsə evində ola bilər. Yeməyi yandırım, nə sırası atqulçat olur, ona görə 33 mərtəbələr yan-yana bir dənə yanğın, dəm qazı mümkün deyil olsun da. Yəni mən 5 ildir buradayım, şükürlər olsun ki. Moskva şəhəri, Ceka. Aynur Kərimli, öpürəm sizi. Saçımı sarı niyə eləmirəm? Xoşuma gəlmir sarı saç. Mənə yaraşmır, çünki mənim anadan gəlmə saçım, qaşım qaradır. Allah Taala məni bu cür yaradıb. O bir cür bundan biraz eybəcərəm. Bunda daha gözələm. Gəncədə bir oxumuşuq. Doğrudan kim siz adınızı yazın? Nasir Ələkbərov. Nə edirsən ki, ay Nasir bəy? Çox sağ olun Qartal bəy, var olasınız. Leylindən, Allah rəhmət eləsin. Yenə cavanlaşır. Çox sağ olun, çox sağ olun. Ekranımı tıklayın dostlar. Tahir bəy var, mənim 4 uşağım var. 2 qız, 2 oğul. Oğlumun toyunu eləmişəm, indi qızın toyuna hazırlaşırıq, qızımızın toyuna. Ondan sonra da indi bir maşallah olsun. Yox, buradan çıxa bilmirəm, çünki burada toyların ardarda düzülüb, yeni qoşulanların kimin anketi boş qalıbsa onlara cavab verirəm ki, səhifəmə də girin, baxın, like'lar qoyun. Dünənki toyda Pənşiş ansamblımla tufan qopartmışıq, Gədəbəy toyu. Burada demək olar ki, hətta toyların 50-60% üst-üstə düşür dostlar. Məsələn, dünənki günə 3 toy birdən gəlib. Mən bunun birini götürmüşəm. Məhrəmlikdə Antalya'da olacaq. Məhrəmlikdə mənim bircə yayım olur D vitamini qəbul eləmək üçün. D vitamini haradadırsa oradayam canım mənim. Yox, ola da bilər gələrik bir həftəlik, 3 günlük. Mən belədə də gedib gəlirəm, sizə bildirmirəm, göstərmirəm. Mən istədiyim vaxtı otururam təyyarəyə, gedirəm buradan 166 təmizlik xidmətini salamlayıram. Evlərimi təmizlətdim. Bir günün içində qruppanı tökdük ora. Maşallah. Təyyarəyə oturdum, qayıtdım, gəldim. Ona görə
Amma belə toy işi ilə bağlı olanda gedəndə özün bəzənirsən. TikTok, hə. Burada ustalar var, mənə deyir gələk səni. Virus deyir, var getmin. Neysə bilmirəm, indi son vaxtlar virusun adını çəkirlər, mən amma görmür. Hə, çox sağ olun, öpürəm sizi. Nərmin xanım, o yazdı, mən əslən hər dəfə deyirəm, mən Təbrizdənəm. Mən amma Təbrizdə heç bir gün də olmamışam. Əslən Təbrizliyəm mən, bəli. Kazandayı toy super apardı, sağ olun. Amma Gəncədə doğulmuşam, Tovuzda bir 20 ilə yaxın yaşamışam. Sonra bir 20 ilə yaxın Bakıda yaşamışam. Bir 20 ildə buralarda yaşayaq biraz. Ondan sonra indi hara bizə xoşdursa, gedib biraz da orada yaşayacaq. Bəli, Təbrizliyəm əslən. Yəni Təbriz üçün də darıxırammı yox. Niyə görə? Mən burada yenə siz yəqin gec qoşulmusunuz. Bir nömrəli toylar kraliçasıyam. Mən gedim hardasa toysuz oturmuş o proqramda 200 manat ümidinə qalım. O biraz məni xoşbəxt eləmir də, belə deyim. Məni xoşbəxt eləyir pul qazanmaq və bir nömrəli toylar kraliçası olmaq. O qazanıb 90-cı illərdə qalıbsan. Hakim bəy, bu kişi cümləsi deyil. Sən 100% qadınsan, kişi adı ilə yazırsan. Mən pulu xərcləyim, neyniyim? Nəyə xərcləyim? Yəni geyimdir, geyinirik, yeməkdir, yeməyimizi yeyirik də. Çox yemək də insanı xəstə salır. Yəni məsələn də sən de, yaz görüm nə fikirlə deyirsən. Yazın görüm, onu yazan o Hakim bəy. O, Vəkil Şükürov. Yəqin o toydakı adamlardır. Bir dəfə biri mən mikrofonda tərifləyir, o qədər mikrofonla hər adam danışamır axı. Biri qayda sanki indi Afət Fərman qızı Bahara da dedilər, Ləhtif Bahar qızı. Yəqin onlardan deyir ki, Fərman Afət qızı. Yazanmadı deyəsən Hakim bəy. Yaz görüm. Bax, iri hərflərlə yazanların hamısı şeydir, mənim düşmənim. Bildiniz də, iri hərflər harada gördünüz? Sekreti birinci dəfə də açıram. Harada gördünüz iri hərf ya da təhqir var, bilin ki, ağzı əri göz çaşdı. Görürsünüz, vicdan demirəm. Niyə? Onda indi o belə şeylərlə uğraşmır. Nəyinə lazımdır? Neyinir? Namik Muxtarov, mən neyinirəm, hara gözəldir, hara nədir? Mən pul qazanandığım yerdə xoşbəxt oluram. Ürəyim gedir də pul qazanmaq üçün. Ürəyim gedir əziyyət çəkib işləmək üçün. Nə qədər profil var, oturur kompüterinə, e-mail adresinə deyir, bir günə 10 dənə açır. Qartal deyim, mən də, yox, Qartal, sən özün əvvəldən burada izləyicisən və mənə qarşı mövqeyində bildirmisən. Məni istəyən adamsan. Ona görə məni istəməyib iri hərflərlə yazan birinci oradan tuturam. Yazı elədim. Əvvəllər üstü nöqtəli yazırdı. Sonra deyəsən o yazının başını buraxdı. Qurbanov, mən demirəm. Mənim adım tutaq ki, Afətdir. Bunun adı məsələn Qara Gavalıdırsa, Bicdoğanın adı Bicdoğandır. Bunu mən qoymamışam bu adı. Bunu El-Oba. Mavi tıkı necə almışsınız? Mavi tıkı veriblər mənə. Orada pul rol oynamır. Əlimlə uzartdım deyəsiniz. Hə, əl çörəyindən gözəli yoxdur. Elədimi ki? Bakıda pul var. Ola bilər sizin üçün var. Mənim üçün mən şou proqramlarda 200 manata oxuyurdum. Biz onu burada dünəylə ofisiyanta verdik. Yəni, mənim işim buradadır. Mən oxuma janrım, belə deyim də, ora üçün, görürsünüz orada məsələn Röya xanımın, Aygün xanımın işi gözəldir. Onların janrı yəqin ora uyğun. Mənim janrım bura uyğundur. Buradakı Azərbaycanlıların qulaq asdığı janrdır. Yəqin belədir ona görə, yoxsa ki başqa bir şey yoxdur. Oranı da sevirəm, buranı da sevirəm. Hər halda oranı sevirəm ki, gəlib oğlumun toyunu orada elədim, yadınızdadırsa da. Heç il yarım keçməyib hələ üstdən, 1 il 3 ay əvvəl. Elədi. Ona görə də dostlar, yox, niyə gəlmirəm, gələcəm, orada yaşamaq üçün fikrimizdə belə tutmuşuq ki, bir 60 yaşdan sonra da qocalanda neyniyəcəyik? Qocalanda vətən çağırır da.
Əlbəttə gedib ev eşiyimi atamın yurdunu şenləyəcəm. Ondan sonra Vüsal bəy, mənim səhifəmdə belə şey adamları reklam eləməyin də. Başını buraxın. Lazım deyil. Onu provokasiya çəkib mənlə dalaşdırmaq istəyən adam var. Ağzı əri göz çaş. Lazım deyil kiminsə adını burada yazmaq. Bəli, Bakı toylarında mən əlbəttə burada kimi at oynada bilmirəm. Elə ondan danışıram. Ona görə də yazırsınız ki, niyə Bakıdan getdin? Deyirəm ki, Bakı toylarında burada kimi at oynadanmırdım. Loser yox. Bic atası bilinməyənə deyilmir. Bic atası qeyri-qanuni olanlardır. Qanunla, yəni zakissız, başqasının əri ortaya çıxa bilməyən, buna deyirlər. Vüsal Vəliyev. Yox canım, baş qoşmayın. El şeylərə görürsünüz, mən narahat deyiləm. Mən bilirəm ki, onun öz danışığı deyil də. Mən buradan deyirəm, axı, ağzı əri göz çaş öyrədir. Zaddır. Hamısı boş verin, reklamım gedir də. Siz güya tanımırsınız Afəti. Özümdən danışıram, dəli te. Yaşlanırsınız, amincim problemi. Canım mənim, mən kimsə uşağından danışmıram. Siz kiminsə adını bura yazan. Görün, mən kimsə adını çəkirəm. Mən deyirəm, bic doğan, doğduğu bic balalar. Nə deməkdir bu? Mən biologiya müəllimi olduğum üçün bunu izah edirəm. Siz soruşursunuz. Deyirəm ki, başqasının ərindən doğulan uşaqlar bic baladır. İndi siz burada kiminsə adını yazırsınızsa, bu mənim problemim deyil. Sən bic doğmusan deyə, mən bunu danışmamalıyam ki, sənin xətrinə dəyər. Çinmə batma deyə, doğma adlanmasın. Git qanuni doğ da, məni kimi qanuni doğ. Qanun ərə getdə. Mənim izləyicilərim soruşur, danışıram, durduğum yerdə danışmam. Əlbəttə ayıbdır, konyeşnə ayıbdır. Cəmiyyəti körlüyürlər, bəli, bəli. Səni nə incir? Məni heç nə, siz incidir. Siz sual verirsiniz ki, Afət xanım, düz doğan nə deməkdir, bic doğan nə deməkdir? Mən də deyirəm ki, qanuni ərə gedən, hətta zaks, müəyyən istisna halları var ki, zaks kəstirə bilmir. Məsələn, oğlanın sənədi düz olmur, ya qızın sənədi düz olmur. Deyir, biz bir-birimizə güvənirik də, ya zakssız evlənək. Hansısa səbəbdən, bu da 100%1 olur. Hamı getmir o şeyə. Amma məclis eləyirlər, bütün millət şahid olur ki, bunlar evləndilər. Belə. Canım mənim kimim hansı vəzifədədir, nədir, onun mənə nə aidiyyatı? Onun nə aidiyyatı? O vaxt Yalçın bir veriliş çəkmişdi. Oradan bir cümləni götürüb kəsib trend eləyirlər. Afət nə danışır? Zaten trenddir də. Sözümün yancanı oldu ki, kim nə danışır, danışdıran var onları. Başa düşdünüz? Nədir? Vallahi yazdığım cümləni oxuyanmadım, ay canım. Bəs başqasının ərin ailəsini dağdana. Başqasının ərin ailəsini dağdan gördünüz, bic doğan dağdanmadı. Sən də gəl mənimkini dağıt, məsələn. Mən o cümlə ilə razı deyiləm. Dağıtmaqla ailə dağılırsa ki, dağıt da mənimkini. Kişi gələ bilər, piyan da ola bilər, gələ bilər. Gördünüz, getdi, bir neçəsini doğuzdurdu da. Gördünüz, axırda çıx ortaya deyəndə kişi qaçdı, getdi. Gördünüz, dağıda bilmədi. Mən nə qədər maarifləndirirəm, statistikanı dəyişmişəm. Mən bic doğanların sayı kəskin azalıb mənim bu verilişimdən sonra. Çox sağ olun. Sizinlə birlikdə bizim böyük bir zəhmətimiz oldu. Sizinlə birlikdə əl-ələ verdik biz, Pingvini evinə qaytardıq. Niyə? Zəhmətlərimiz olub, bizim əziyyətlərimiz olub. Biz sizi başqa mövzuda... Ay canım, bu dəqiqə başqa mövzuya keçirəm. 1100 adam yığışıb. İndi qəşəng bir səviyyəli mahnıdan danışacağım. 300-ə düşəcəksiniz bu dəqiqə. Dostlar, gözəl xalq mahnılarımız var. Gəlin onlardan sizə. Məsələn, Qubanın ağalması, ay gülüm, yeməyə var olması. Gördünüz, minə düşdü. Bir bənddə oxusam, 800-ə düşəcək. Bax, busuz. Afət xanım, bu davalar... Canım mənim, hansı dava? Mən dava zad eləmirəm. Mənə söz atırlar, payını veririm. Nə dava? Mən dava eləyən adam deyiləm. Canım, mən gözəl günlərin aparıcısıyam, toy oxuyanıyam.
Mən gözəl günlərdə iştirak edən bir müğənniyəm. Mənim dava ilə qəti aram yoxdur. Kimsə çıxıb mənim quyruğumu tapdalayırsa, əlbəttə indi arada vaxt tapım, onda başını əzməliyik. Yox canım, mən səhifəmə abunə yığıram. Bu verilişlərim də abunə üçündür. Xahişim budur ki, mənim səhifəmə abunə olun. Mən səni blok eləyirəm. Ay, fake profil. Mən demişəm, fake profillə sual yazanları blok eləyəcəm. Sizin quyruğunuz var, Teymur Abbasov. Mən məcazi məndə deyirəm, canım mənim. Yəni, kitab oxumamısınız. Hörmət eləmişəm ki, özümə bic doğmamışam da. Yazıb ki, vaxtın olanda özünə hörmət qoy. Vaxtım olub ki, özümə hörmət qoymuşam ki, bic doğmamışam, düz doğmuşam. Pingvin kimdir? İzləyicilərdən soruşun, yazacaq. Mən kimsə adını reklam eləmirəm bunu. Neftçilaya da salamlar. Zitasan, Gitasan. Axır vaxtlar məndə sığar. Hər toyda oxuyuram, hər toyda. Prosta paylaşmıram. Çünki ayrı mahnılarım var. Ayın 13-də 2 yeni mahnım çıxacaq. Ya Allah, sən mənim səhifəmdəsən. Adına bax, ya Allah. Sən mənim səhifəmdəsən canım. Xoşun gəlmir, blok elə. Xaçmazda salam. Dostlar, bugünkü mövzumuz da yenə maarifləndirici oldu. Bəli, yazıb, bu deyə yazıb, baba Rual. Öz adı ilə yazıb, ədəbli insandır, görürsünüz. Yazıb ki, bəli, onları ifşa eləmək lazımdır ki, cəmiyyət düzəlsin. Bəli, halal olsun. Şirvana da salamlar, Ağdaşa salamlar. Öpürəm sizi, Rəyananın mətbəxi. Oxumursan deyirsən, nə olacaq, sənin də elə bil, eybi yoxdur. Gəlsən oxumaq mı qanırsan ki? Göy başın çıxır mı ki, hələ sənə bu da çoxdur. Kaliforniyaya salamlar. Oba, Teymur bəy. Xeyirli olsun yeni mahnılar. Ayın 13'ü 2 yeni mahnı çıxır. Buradan Oruç bəyə təşəkkür edirəm, aranjmançı və hər ikisini kliplə. Əslində onları mən o vaxtı birini elə oxumuşdum o vaxtı. Sadəcə çıxarmamışdım üzə. Çox gözəl mahnılardır toy üçün. Sizi sevirik. Çox sağ olun. Mən də sizi sevirəm. Bacardığım qədər gördüyüm kommentləri oxudum, cavablandırdım. Düşmənlərə də bildirmək istəyirəm ki, yaxşı işlərlə məşğul olun, ağıllı olun. Afət sözü odda yanmaz, suda batmaz deməkdir. Afət, səhvət, məhvət. Yəni, özünüz də görürsünüz ki, 19-cu ildən, indi 2026, 7 ildir quyruğundan yapışmışsınız, hələ doy gələnmirsiniz. Elə belə də davam eləyəcək. Toylarımdayam. Gözəl-gözəl paltarlarım, mahnılarım, kliplərim. Həyat da öz qaydasında. Yeyirəm baldan, üzr istəyirəm, göstərim. Kstati balım da qutarıb azalıb. Yeyirəm baldan. Canlı verilişdə də şirin-şirin danışıram, vəssalam. Nə olacaq, user? Onu Allaha şikayət elə. Mənim əlimdə olan məsələ deyil canım. Allahın qismətidir. Elə məsələlər var ki, o mənim ixtiyarımda deyildi. Çox sağ olun. Deyir, səsiniz yüksəklərdən gəlsin. Belə. Çox sağ olun. Öpürəm sizi. Maşallah, sizə can sağ olun. Sağ olun. Öpürəm sizi. Gözəlliyimin səbəbini soruşsunuz. Mən də deyirəm, yeyirəm baldan. Bir də Qaragavalıdan. Qafiyə yanında yeyirəm baldan, Qaragavalıdan. Qoca Qartalı dünən oxudum toyda. Dünənki toydan çox video paylaşdım. Ayın 14-ündəki toyda paylaşaram. Nə bildiniz? Nə bildiniz, Ağdaşlıyam, Ağdaşa salamlar dediniz. Canım mənim, orada Ağdaşdan salam göndərirdilər. Dalınca da sizin adınız gəldi, Rəyananın mətbəxi. Rəyana adından niyə oxudum? Bacımın adı Rəyanadır. Mənə doğma addır.
Talih Nəzərov yazıb kişi qızı. Öpürəm sizi. Baxın. 1100 izləyici var idi. İndi sağollaşıram deyə bu statistikanı deyirəm. 1100-dən 1098 nəfər gözəl sözlər yazdı. Bu da deməkdir ki, sevilirik. 2 nəfər, o da Arxip Baba və Lyonka, bildiniz də. Olsun canım da, artıq iş o həddə çatıb ki, orada biri buraxmaq şey yazanda siz cavabını verirsiniz ki, ay filan kəs, bilirik də, sən. İfşa eləmişəm. Görürsünüz, əvvəllər adıma səhifələr açırdılar. Bu bizim Kərimdir. Cana Kərim, necəsən? Kərim də mənim kişi versiyamdır da. Beyin qızdısa vəsiyo. Qabağında durmaq, dayanmaq olmur. İldə bir dəfə beyin çönər. Hə, Kərim, var olasan. Həmişə hər zaman, ümumiyyətlə, hər bir müğənni haqqında belə bir qısaca da olsa insanlarda image formalaşır. Kərim adı gələndə bilirik ki, yaxşı rəqs eləyən, sözün düzünü deyən, üzə deyən, yaxşı insan. Var olun, yaxşı da müğənni. Çox sağ olun, var olun. Gözəl gününüz olsun, var olasınız. Afət xanım, neçə kilo olsan? Kilomu yadıma salmayın, arıqlaya bilmirəm. O, sağ ol, Kərim, çox sağ ol, qadan alım. Sağ ol, var ol, əziyyət çək. Çox sağ, Mehriban xanım, var. Baldan deyib bizə qutarıb balım. Toyuma gələrsiniz, qartal. Gələrəm bir şərtə, gərək orada qoca qartal oxuyam. İndi gör, bəy kürsüsündə qoca qartal sözünə hazırsan mı? Luna, sağ ol, Günel xanım, sağ olun. Talih bəy, sağ olun. Jasmin, var olun. Nəsibə xanım, sağ olun. Asim bəy, baxır yerinə, ayına, tarixinə. Bugünkü canlımız bu qədər. Çox sağ olun, axıra qədər belə 1100 nəfər bayağa qədər dəstəklədiniz. Moderator lazım deyil canım. Mənim düşmənim yoxdur. Mənə hamı yaxşı yazır. 2 nəfər Ağzəyər Gözçaş və Bicdoğandan başqa hamı mənə yaxşı yazır. Çünki mən kimisə ərin əlindən almamışam, düşmən qazanım. Kimisə ərindən bir bala doğmamışam, düşmən qazanım. Neynirəm ki, müğənni adamam, gedirəm, şapalaqla iz qızardıb pulumu qazanıram, hamballığımı eləyib gəlirəm də. Ayağım qırıla, kablokun üstündə 6 saat. Başımız buradan şişə, onun bunun sözünü götürə. Mən pislik əlimdən gəlmir. İstəsəm də eləyim. Baxın, dünən baxıram. Məsələn, 6 il bundan əvvəl bir müğənni çıxıb reklam üçün mənə söz atmışdı. Mən onu məhkəməyə verə bilərdim. Mən vermədim. Amma o sözü mən kiməsə desəm, yürüb gedib məhkəməyə vermişdilər. Mənim əlimdən gəlmir pislik. Nəticəni həm də hesablayıram. Nə olsun ki? Kimsə kimi məhkəməyə. İndiyə qədər barmağınızı qatlayın, deyin ki, 2 arvadın davasında filan kəsi tutdular. Görün nəticə nə olub, heç nə. Ya pul cərməsi olub, ya ictimai işlər, nə bilim, nəsə bir şey. Yəni, nəticə nə olacaq? Ortada ara yerdə vəkillər pul qazanacaq, özünün başını ağrıyacaq, adın hallanacaq. Mən bu şeylərdə yoxam. Mənim xislətimdə kimisə harasa şikayət eləmək yoxdur. Mümkün deyil. Bir adam bir nümunə göstərsin. Mən o şeylərdə yoxam. Ağayev Vüqar, toy qiyməti baxır ayına, gününə, tarixinə, məkanına. Oxusun da canım mənim, Allah eləsin. Allah eləsin dediyin düz olsun. Kim kimdən yaxşı oxuyur, nə olacaq ki? Bilirəm, nətər oxuyubsa dünəndən, zəngüləsindən tüklərim biz olub indirə bilmirəm. Dəhşət. Öpürəm sizi, özünüzdən müğayyət olun. Mənim üçün səhərdir hələ, yaxşı bir səhər yeməyi yiyim. Sağ olun.